Qırmızı bayraq 4. Mükəmməl təsir yaradan hekayələr. Bu təhlükəli bir qırmızı bayraqdır. Çünki yaxşı niyyətlə başlayır. Tələbələr özlərini ən yaxşı versiyada təqdim etmək istəyirlər. Onlar qəbul komissiyasının onları bacarıqlı, uğurlu və özünə güvənli biri kimi görməsini istəyirlər. Amma problem budur. Mükəmməlliklə əlaqə qurmaq olmur. O, unudulandır. Qəbul komissiyası minlərlə esse oxuyurlar. Onlar bilirlər ki, heç kimin həyatı mükəmməl deyil. Əgər bir tələbənin esse yazısı sadəcə uğurdan bəhs edirsə, heç vaxt çətinlik görməyib, heç vaxt səhv etməyib, heç vaxt uğursuzluq yaşamayıb. Bu, səmimi görünmür. Daha da pis odur ki, bu düşüncə belə bir sual doğurur. Bu tələbə nəyisə gizlətməyə çalışır. Universitetlər robotları deyil, insanları qəbul edir. Çətinliklərlə üzləşmiş, böyümüş və dəyişmiş insanları. Bəs bu qırmızı bayraqdan necə qaçınmaq olar? 1. Çətinliklər haqqında danışmaqdan çəkinməyin. Bu, dramatik və ya ağlamalı hekayə yazmaq demək deyil. Amma əgər siz çətinliklə üzləşmisinizsə, akademik, şəxsi və ya dərsdən kənar, bu barədə danışın. 2. Esselərinizi insanlaşdırın. Bəzən universitetlər yalnız böyük və parlaq uğurlar axtarılmış kimi hiss olunur. Əslində isə onlar səmimi və mənalı anlar axtarır. Ailə üzvü ilə münasibətdə dəyişiklik, yeni bir hobbinin başlanğıcı, bunlar təsirli hekayələrdir. 3. Performans göstərməyə əvəzinə düşünün və dəyər verin. Əgər çətinlik haqqında yazırsınızsa, onu mən bu problemi həll etdim və indi möhtəşəm biriyəm tərzində təqdim etməyin. Məqsəd mükəmməl olduğunuzu göstərmək deyil. Məqsəd özünü tanıyan, dözümlü və daim inkişaf edən birini göstərmək deməkdir.